Deməli uşaqlar, bugünkü dərsimiz qonşu və qarşılıqlı bucaqlardır. 6-cı başlıq, 6-cı bölməyə keçirik artıq. Qonşu və qarşılıqlı bucaqlar. Əvvəlcə qonşu və qarşılıqlı bucaqlardan danışmazdan əvvəl gəlin ümumiyyətlə bucaq anlayışı ilə tanış olaq. Görək bucaq nəyə deyilir? Uşaqlar, bucağın tərifi belədir. Bunu dəftərinizə qeyd edərsiniz. Məsələn, mən müstəvi üzərində bir nöqtə qeyd edirəm. Bunlar müstəvi nədir, onları isə demişəm. Müstəvi indi məsələn burada siz dəftərdə yazırsınız, sizin üçün dəftər müstəvi sayılır. Mən burada kompüterin ekranı mənim üçün müstəvi sayılır, bunları demişik. İndi müstəvi üzərində belə bir nöqtə qeyd edirəm, A nöqtəsi. Və bu nöqtədən çıxan 2 dənə şua. Məsələn, A nöqtəsindən çıxan belə bir şua çəkirəm və bir də ki, belə bir şua çəkirəm. Bax, müstəvi üzərində bir nöqtədən çıxan 2 şuanın əmələ gətirdiyi fiqura deyilir bucaq. Məsələn, tutaq ki, buna deyirəm hər hansı bir A bucağı. Görürsünüz, bucaq A və belə işarə olunur. Bucaq A. Deməli, bucağın tərifi necə oldu? Müstəvi üzərində bir nöqtədən çıxan 2 şuanın əmələ gətirdiyi fiqura bucaq deyilir. Çətin deyil. Məsələn, tutaq ki, başqa bir nöqtə qeyd edirəm bu müstəvi üzərində. Buna deyirəm hər hansı bir B bucağı və yenə bundan çıxan 2 dənə şua qeyd edirəm. Məsələn, belə bir şua çəkirəm və bir də belə bir şua çəkirəm. Bu əmələ gələn fiqura deyilir bucaq. Məsələn, buna deyirəm mən A, buna deyirəm C və bucağı oxuyanda həmişə yadda saxlayın. B, A belə oxumurlar. A, B, C kimi və yaxud da C, B, A kimi oxuyurlar. Və belə işarə olunur. Bucaq A, B, C. Və yaxud da belə də yaza bilərsiniz. Bucaq C, B, A. Başa düşdünüz uşaqlar bunu? Qeyd elədiniz bucaq nəyə deyilir? Mən bir də təzədən deyə bilərsiniz. İndi uşaqlar, gəlin qonşu və qarşılıqlı bucaqlara baxaq. Görək qonşu bucaq nədir, qarşılıqlı bucaq nədir? Məsələn, uşaqlar, mən 2 dənə düz xətt çəkirəm və bu düz xəttlər bir-birlə kəsişir. Məsələn, tutaq ki, bu olsun bizim A düz xəttimiz. Və bir də belə bir düz xətt çəkirəm. Bu da olsun bizim B düz xəttimiz. 2 dənə düz xətt çəkirəm və bu düz xəttlər kəsişəndən sonra uşaqlar burada fikir verin, bucaqlar yaranır. Biri bax bu bucaqdır. Görürsünüz bu bucağı. Buna deyirəm birinci bucaq. Daha sonra biri baxın bu bucaq olur. Bura. Bunu 2 xəttlə işarələyirəm. Buna deyək ikinci bucaq. Sonra burada belə bir bucaq yaranıb. Buna deyirəm üçüncü bucaq və burada da belə bir bucaq yaranıb. Buna da deyirik dördüncü bucaq. İndi gəlin baxaq, qonşu bucaqlar hansılardır bunlardan, qarşılıqlı bucaqlar hansılardır? Uşaqlar, bir-birindən üzbəyüz qalan bucaqlar qarşılıqlı bucaqlardır. Görürsünüz, adından da qarşı sözünü görürsünüz də, bir-birinin qarşısında duran bucaqlar. İndi bu şəkildə bir-biri ilə üzbəyiz duran, qarşı-qarşıya duran bucaqlarımız hansılardır? Kim deyər? Mən 3 ilə 1, 3 ilə 1, sonra 2, 4, ay sağ ol. Yazırıq burada bucaq 1 və bucaq 3. Bir də bucaq 2 ilə bucaq 4. Bunlar uşaqlar bir-birindən qarşılıqlı bucaqlardır. Bir-birinin qarşısında durduğuna görə bunlara deyirlər qarşılıqlı bucaqlar. İndi gəlin bəs baxaq qonşu bucaqlar hansılardır? Uşaqlar, qonşu bucaqlar bir-birinə yaxın olan bucaqlara deyilir və yaxud da belə deyək də aralarında yalnız bir düz xətt olan bucaqlara qonşu bucaqlar deyilir. İndi qonşu bucaqları kim deyər hansılardır bir-birindən qonşu olanlar? Hansılardır uşaqlar? Bunlarda bu bucaqlardan bir-birinə qonşu olanlar hansılardır? Bir-birinə yaxın olanlar, belə deyək. Bax, burada qonşu. Mən 3 ilə 2, 4 ilə 1, 3, 2, 4, 1. bəli, baxın uşaqlar, bucaq 2 ilə bucaq 3 görürsünüz bir-birinə yaxındır. Aralarında cəmi bir dənə düz xətt var. Yəni bir dənə düz xətt onları bir-birindən ayırır. Görürsünüz bu düz xəttdir. Bu onları bir-birindən ayırır. Ona görə bucaq 2 və bucaq 3. Daha sonra bucaq 1 və bucaq 4. Başqa? Həmçinin uşaqlar bucaq 1 ilə bucaq 2 də qonşudur axı. Onu da. Bucaq 2, bucaq 1. Bəli, bucaq 1 və Bucaq 3, bucaq 4. bəli, bucaq 3, bir də bucaq 4. Bunlar da bir-birinə necə bucaqlardır? Qonşu bucaqlar. Qonşu bucaqlar. İndi gəlin uşaqlar, qonşu və qarşılıqlı bucaqların qaydasını sizə deyim.
Qarşılıqlı bucaqlar uşaqlar bir-birinə bərabər olur. Baxın, çox vacib qaydadır ha bu. Bunları özünüz üçün qeyd edin. Qarşılıqlı bucaqlar bir-birinə bərabər olur. Həmişə yəni bu belədir. İki düz xətt çəkiləndə bir-birinə kəsişdirdikdən sonra orada 4 dənə bucaq yarandı. Həmin bucaqları göstərdim sizə. Birinə 1 dedim, birinə 2, birinə 3, birinə 4. Həmin bucaqlardan əvvəlcə qonşu hansıdır, qarşılıqlı hansıdır, onları qeyd elədik və sonra qaydalarını deyirik. Deməli, qarşılıqlı bucaqlar bir-birinə bərabər olur. Yəni, tutaq ki, məsələn, bucaq 1 olsa 60 dərəcə, bucaq 3 də 60 dərəcə olmalıdır. Burada olur 60 dərəcə. Yazdınız qarşılıqlı bucaqların qaydasını. Qarşılıqlı bucaqlar bir-birinə bərabər olur. Qonşu bucaqların isə cəmi 180 dərəcəyə bərabər olur. Qonşu bucaqların isə cəmi 180 dərəcəyə bərabər olur. Bu da qaydadır. Bunlar indi bizə lazım olacaq. Bunları qeyd edin. Qonşu bucaqların isə cəmi 180 dərəcəyə bərabər olur. İndi məsələn uşaqlar biz axı yazmışıq burada bucaq 1 ilə bucaq 2 qonşudur. Bucaq 1-ə 60 demişəmsə, bucaq 2 neçə olar? Qonşu bucaqların cəmi 180 olmalıdır. İndi bucaq 1-ə 60 demişəm, özümdən dedim ha. Nümunə göstərirəm. Bucaq 2 neçə dərəcə olacaq? Bəli, bu 120 dərəcə olar. 120 olacaq. Deyirəm qonşu bucaqlardır. Qonşu bucaqların cəmi 180 olur. İndi bucaq 2 120-dirsə, avtomatik olaraq bucaq 4 də 120 olur. Çünki o bucaq 2 ilə bucaq 4 qarşılıqlı bucaqlardır. Və yaxud da bucaq 1-ə nəzərən baxsaq, bucaq 1 ilə də bucaq 4 qonşudur axı yenə. Yenə 180 60 çıxanda 120 olur. Başa düşürsünüz uşaqlar bu qaydanı. Deməli qonşu bucaqların cəmi 180 dərəcəyə bərabər olur. Qarşılıqlı bucaqlar isə bir-birinə bərabər olur. Qonşu bucaqların cəminin nəyə görə 180 dərəcə olduğunu da izah eləyək. Baxın uşaqlar, bucaq 1 ilə bucaq 2 görürsünüz ki, açıq bucağın üzərindədir. Görürsünüz, bu qara düz xətti çəkirəm, bu açıq bucaqdır. Açıq bucaq ümumi neçə dərəcə olur? 180. Ona görə onların cəmi 180 dərəcəyə bərabər olmalıdır. Yadınızdan çıxsa belə də yəni yadda saxlaya bilərsiniz. Qonşu bucaqların cəmi 180 dərəcəyə bərabər olur. Çünki həmin bucaqlar bir-birini açıq bucağa tamamlayır. Yəni 180 dərəcə. Bunları qeyd edilirsə silək. İndi gəlin tapşırıqlara keçid alaq. Birinci tapşırıqdan başlayaq. Yazıb ki, müəyyən edin. Bucaq 1 ilə qarşılıqlı bucağı. Bucaq 1-in qarşılıqlı bucağı hansıdır? 3. Bəli, bucaq 3. Bucaq 3. Sonra bucaq 4 ilə qonşu bucaqları. Görsən 2 dənə burada qonşu bucaq var, ona görə cəmdə yazıb. Bucaq 4-ə qonşu olanlar hansılardır? 3 ilə 1. Bəli, bucaq 3 və bucaq 1. Nihat, bucaq 2 ilə qonşu və qarşılıqlı bucaqları. Bucaq 2 ilə birinci qarşılıqlını de. Mən burada qarşılıqlı 4-dür. Bəli, bucaq 4-dür. Bəs qonşular hansılardır bucaq 2-yə? Mənim 1-lə 3. Bəli, bucaq 1 və bucaq 3. Görürsünüz necə sadə sual idi. Bu oldu bizim birinci tapşırıq, bunları yazdıq. İndi ikinci tapşırığa keçid alaq. Yazıb ki, 2 kəsişən düz xətt çəkin. Baxın, bayaq çəkmişdik. 2 dənə kəsişən düz xətt çəkərəm. Bu olsun A düz xətdir. Bir dənə də belə bir düz xətt çəkərəm. Buna da deyərəm B düz xətdir. Alınmış bucaqları 1, 2, 3, 4 ilə işarə eləyin. Bayaq işarə eləmişdik, yenə gəlin işarə eləyin. Məsələn, tutaq ki, buna deyirəm 1 bucağı. Bura olsun 2 bucağı. Bunu deyir də, yəni işarə eləyin. Bura olsun 3 bucağı və burada olsun 4-cü bucaq. İndi bizə birinci variantda deyir ki, bax işarə elədik, birinci variantda deyir ki, bucaq 1 36 dərəcə olarsa, bucaq 1-i verib 36 dərəcə, digər bucaqları tapın. Birinci bunu başlayaq A-dan. Ağa bax, birinci variantda əsasən bucaq 1-i verib 36 dərəcə. İndi biz həm bucaq 2-ni tapmalıyıq, həm 3-ü, həm də 4-ü. Bucaq 2 neçə dərəcə olacaq ağa? Bucaq 136 dərəcədir. Burada 180-dən
çıxar 36. Ay sağ. Çünki 1 ilə 2 qonşudur axı. Qonşu bucaqların cəmi 180 olmalı. Neçə eləyir? 180 36 çıxanda Hə, 134. 144. Hə, 144. 144 dərəcə. Deməli bucaq 2-ni tapdıq 144 dərəcə. Sonra bucaq 3 neçə dərəcə olar? Hə, o da 36 olur. Bəli, çünki 1 ilə qarşılıqlı bucaqdır. Bucaq 3 də 36 dərəcə olur. Bəs bucaq 4? Hə, 4 də o da 144. Bəli, o da 2 ilə qarşılıqlı olduğuna görə 2-ni tapdığımıza görə artıq bu da olur 144. Əla. Bu birinci variant əsasən idi. İndi ikinci variantda bizə bucaq 4-ü verib bu dəfə. Bucaq 4 deyir ki 132 dərəcədir. Və 1, 2, 3-cü bucaqları tapmalıyıq. Dəniz bucaq 1 neçə dərəcə olar? Mən bucaq 1, mən 180-dən 132-ni çıxmalıyıq. Bəli. 48 dərəcə. Ay sağ. Bucaq 1 olur 48 dərəcə. Bəs bucaq 2 Mən bucaq 2, 132 dərəcə. 132. Çünki bucaq 4 ilə qarşılıqlı bucaqdır və bucaq 3 Mən bucaq 3-də 48 dərəcə. ay sağ. Bucaq 3 də olur 48 dərəcə. İndi üçüncü varianta baxaq. Üçüncü variantda bucaq 3-ü verib 90 dərəcə. Yenə bu dəfə digər bucaqları yenə tapmalıyıq. Bucaq 1 neçə olacaq Nihat? Mən burada bucaq 3-ü verib 90, bucaq 1 90. Bucaq 1 də 90 olacaq. Bucaq 2 Mən burada bucaq 2 olacaq 90, bu da olur 90. Bucaq 4 90. bəli bu da olur 90. Başa düşdük uşaqlar ikinci tapşırıqda. Yoxsa rahat sualdır. Qaydanı biləndən sonra yazmaq rahatdır. Əvvəlcə hansılar qonşudur, hansılar qarşılıqdır, onları bilməlisiniz. Sonra da onların qaydalarını. Qonşu bucaqların cəmi 180 dərəcə olur. Qarşılıqlı bucaqlar isə bir-birinə bərabər olmuş olur. Qeyd elədiksə silək bunları. Silim uşaqlar. Üçüncü tapşırığa baxaq. Yazıb ki, hansı fikir doğrudur? İndi burada yenə şəklə baxın. Yenə iki kəskin düz xətt verilib bizə və burada əmələ gələn 4 dənə bucağı işarə ediblər. 1, 2, 3, 4 olaraq. İndi birinci variantda yazıb ki, bucaq 3 61 dərəcədirsə, bucaq 3 61 dərəcədirsə, bucaq 4 129 dərəcə olacaq. Bu ağa düzdür yoxsa səhvdir? Bucaq 3 deyir ki 60. Səhvdir. Nəyə görə səhvdir izah et onu elə? Hə, çünki mən 3-dən 4 qonşu bucaqlar olduğuna görə mən 180-dən 61-i çıxacaqdı, eləyəcəm. Deməli idin ki, ağa, bunlar qonşu bucaqlardır. Bunların cəmi 180 olmalı idi. Amma 61 ilə 129-u toplayanda neçə eləyir? 190. Ona görə bu səhvdir. Birinci variant oldu səhv. Sonra Dəniz ikinci variantda yazıb ki, bucaq 1 ilə bucaq 3 qonşu bucaqlardır. Düzdür yoxsa səhv? Mən səhvdir. Mən qarşılıqlı bucaqlar. Bəli. Nihat üçüncü variantda yazıb ki, bucaq 2 ilə bucaq 3 qarşılıqlı bucaqlardır. Mən bucaq 2 ilə bucaq 3 qarşılıqlı Düzdür yoxsa səhv? səhv deməli. Səhvdir. Sonra ağa bucaq 2 bərabərdir bucaq 4 yazıblar. Düzdür yoxsa səhv? Hə, düzdür. Düzdür, bəli. Çünki onlar bir-birinə qarşılıqlı bucaqlardır və bir-birinə bərabər olur. Dəniz 5-ci variantda yazır ki, bucaq 3 plus bucaq 4 180-dir. Düzdür, səhv? Mən düz. Bəli, düzdür. Çünki bucaq 3 ilə bucaq 4 qonşu bucaqlardır və qonşu bucaqlarının cəmi 180 dərəcə olmalıdır. Dördüncü suala baxaq. Şəkildə verilənlərə görə tapın. Uşaqlar, birinci variantı özümüzə ələm, digərlərinə sən soruşasan. Birinci variantda yazıb ki, bucaq 1 plus bucaq 3 bərabərdir 116 dərəcə. Uşaqlar, mən görürəm ki, bucaq 1 ilə bucaq 3 bir-birinə necə bucaqlardır? Qarşılıqlı bucaqlar. Və qarşılıqlı bucaqlar bir-birinə bərabər olur. İndi bunların cəmi 116 verilibsə, mən bunlara yazsam, buna da yazsam x, buna da yazsam x, olacaq x üstə gəl x bərabərdir 116. Buradan 2x bərabər olacaq 116-ya. X-i də tapıram ki, 116-nın 2 bəndə 58 dərəcə. Deməli, bucaq 1 ilə bucaq 3 hər biri neçə dərəcədir? 58 dərəcə.
Bildinizsə nəyə görə belə yazdım? Çünki bucaq 1 plus bucaq 3 116 dərəcə verib bizə. Və onları da bilirəm ki, onlar bir-birindən qarşılıqlı bucaqlardır. Bir-birinə bərabər olur. Hərəsi, yəni 58 58 olmalıdır. İndi məndən bucaq 2-ni istəyir. Bucaq 2 də ki olacaq 180-dən çıxmalıyam 58-i. 180 dərəcədən çıxanda 58 dərəcəni, bu olur 122 dərəcə. Bu oldu bizim birinci variant. İndi ikinci variantı ağa sən izah elə. Yazıb ki, bucaq 2 plus bucaq 4 238-dir. Bucaq 1-i tap. Buyur ağa. Ha bu Hə, necə yazarım? burada 238-i böləcəyik 2-yə, qarşılıqlı bucaq olduğu üçün. Ay sağ ol. Böləcəyik 2-yə, 2-ni tapacağıq, böləcək 4-ü. Bəli, bəli, neçə eləyir? Olacaq 119 dərəcə, 180-dən də 119 dərəcəyə çıxacaq. Ay sağ ol. Bucaq 4 də 119 olur, çünki onlar bir-birindən qarşılıqlı bucaqlardır. Eləyəcək 60. İndi bucaq 1 də tapmaq üçün 180-dən çıxarıq 119 olacaq 61 dərəcə. Əla. Bu da belə. Üçüncü variantı. Dəniz. Bucaq 2 yazıb ki, bucaq 1 üstəgəl 38-dir. Bucaq 3 plus və bucaq 4-ü tapın. Tənlik qurmalıyıq bunun üçün. Necə yazarıq? Onda bucaq 1 üstə gəlsin 38 bərabər olar 100. Bax yazıb ki, bucaq 2, bucaq 1 üstəgəl 38-ə bərabərdir. Bu nə deməkdir? Yəni ikinci bucaq birinci bucaqdan 38 dərəcə böyükdür də, düzdür? İndi mən birinci bucağı özümdən deyirəm bir x. İkinci bucaq neçə olacaq? Bundan 38 dərəcə böyük. X üstə gəlsin 38. X üstəgəl 38. Bunlar necə bucaqlardır? Bucaq 1 ilə bucaq 2. Qonşu bucaq. Qonşu bucaqların qayda necə idi? Qonşu bucaqların cəmi 180 dərəcə. Hə, onda bunları toplayıb bərabər 180. Yazaram x üstünə X idi. üstə gəlsin 38 bərabər. Bərabər 180. Buradan 2x bərabər olur 180 38 çıxanda 142-yə. X-də neçə olur? 71. Deməli x-i tapdım 71. Deməli bizim birinci bucağımız 71 dərəcədir. X ilə bunu işarələmişdik axı. Onda 3 də neçə olur? 71. Bu da 71 olur. 2 bundan 38 dərəcə çox idi. 71-dən 38 dərəcə çox 109 olur. Həqiqətində bunların cəmi görsən 180 eləyir. Bucaq 4 də olur 109 dərəcə. Məndən bucaq 3 və bucaq 4-ü istəyirdi. Biri 71 dərəcədir, biri də 109 dərəcədir. İnşallah başa düşdünüz bunu. İndi dördüncü variantı Nihat sən izah elə. Yazıb ki, bucaq 2 bərabərdir 2 dənə bucaq 1-ə. Bucaq 1 və bucaq 2-ni tapın deyir. Lan burada bucaq 219'dur. Hə, bircə dəqiqə. Hə, Nihat, buyur izah elə. Lan burada bucaq 219'dur bilirik. Harda yazılıb? Lan burada bucaq Mən bu başqa variantdır, bu başqa variantındır. Dördüncü variantı istəyirik. Hər varianta uyğun ayrı-ayrı tapmalıyıq. Lan bunda bu bucaq 2 bərabərdir x'dir. Yazıb ki, bucaq 2 bərabərdir 2 dənə bucaq 1-ə. Tənlik quraq. Necə yazarıq? 2x. Nəyə 2x yazarıq? Lan bucaq 2'ye. Bucaq 2 2x olsa, bucaq 1 neçə olacaq? Lan bucaq 1'də x. X olacaq. Bəli, çünki yazıb ki, bucaq 2 2 dənə bucaq sən tərsini elədin. Gərək bucaq 1-ə x verib sonra bucaq 2-ni taparsan. Sən birinci bucaq 2-yə verirsən. İndi sonra bucaq 1 ilə bucaq 2 necə bucaqlardır bir-birinə? Lan qonşu bucaqlar. Qonşu bucaqlarda qayda necə idi? Lan qonşu bucaqların
Necə idi qayda? Mən qonşu bucaqlar bir-birlərinə bərabər olur. Dəniz deyə elə qaydanı. Qonşu bucaqların cəmi 180 dərəcə olur. Ay sağ ol. 2x plus x bərabər olmalıdır 180-ə. Buradan 3x bərabər olur 180-ə. Bəli. X də bərabər olur 60-a. X-ə bərabərdir 80. 80, hə 80. 180-in çəbənə 80. 60-a. İndi x-i tapdıq 60 dərəcə. Bizdən bucaq 1 ilə bucaq 2-ni istəyirdi. Biz axı elə bucaq 1-i x-dən işarələmişdik. Ona görə bucaq 1 olur 60 dərəcə. Bucaq 2 də 2x idi. Bu da olur 120 dərəcə. Cavabımız 60 və 120 dərəcədir. 120. Qeyd edeyim bunları. 2 dənə qayda yadda saxlaya bilmir. Sonra baxaq 5-ci tapşırığa. İndi gəlin baxaq 5-ci tapşırığa. Yazıb ki, birinci variantda burada yenə bəzi bucaqlar var. Məsələn, bu bucaqdır. Bu bucağın adı nədir? A, O, M bucağı. Görürsünüz? Baxın, belə gəlir də. A, O, M bucağı. Sonra belə bir bucaq var. A, O, C bucağı. Daha sonra C, O, N bucağı. Görürsünüz, bu da belə bir bucaqdır. Sonra N, O, B bucağı. B, O, D bucağı və bir də D, O, M bucağı. Bucaqları gördünüz hər birini. İndi birinci variantda bizə deyir ki, bucaq A, O, M ilə qonşu olan bucağı. Kim deyər? Bucaq A, O, M ilə qonşu olan bucaqlar hansılardır? Ağa səndir daha doğrusu. Həcci A, O, C. Aysa, biri A, O, C'dir. Bucaq A, O, C və o biri M, M, O, D. bəli, əhsən. M, O, D. Sonra ikinci variantda yazır ki, Dəniz B, O, D ilə qarşılıqlı bucağı. Hansıdır B, O, D ilə qarşılıqlı bucaq? A, O, C. Bəli, bucaq A, O, C'dir. Sonra Nihat M, O, D ilə qonşu olan bucaq. Bucaqlar yazmalıdır, bucaq yazıb. Yox. M, O, D ilə qonşu olan bucaq. Qonşu olan bucaqlar mən B, O, N. M, O, D ilə, M, O, D ilə qonşu olan bucaqlar hansılardır? Mən B, O, N. Gör M, O, D hardadır, B, O, N hardadır? Onlar bir-birinə qonşudur. Hə, orada A, O, M-lə B, O, D-dir. Ay sağ ol. Bu M, O, D-yə qonşu olan bucaqlar M, O, D-yə qonşu olan bucaqlar. Biri A, O, M-dir, biri də D, O, B-dir. Fərqi yoxdur, B, O, D yazım, ya da D, O, B yazım. Biri bucaq A, O, M-dir, belə rahat mövzunu. Və bir də bucaq B, O, D-dir. Bucaq B, O, D-dir. Bu da oldu belə. Sonra baxaq dördüncü varianta. Ağa sən də elə. A, O, M ilə qarşılıqlı bucağı. A, O, M ilə. Hə, B, O, N. Ay sağ ol. Bucaq B, O, N. Dəniz 5-ci varianta da baxaq. Yazır ki, bucaq A, O, M 38 dərəcədir. C, O, N 72 olarsa digər bucaqları tapın. Gəl yazaq. A, O, M burada, buraya yazdım 38. Buna əsasən hansı bucaqları tapa bilərik? Buna əsasən N, O, B bucağını tapa bilərik, o da 38. Aysa, burada 38 dərəcə olar və bir də mənə veriblər ki, Con bucağı, C, O, N bucağı 72 dərəcədir. Orada bura deyil. Buraya yazaram 72. Buna əsasən hansı bucağı tapmaq olar? M, O, D bucağı. Bəli, M, bəli. O, D bucağı. Burada olar 72 dərəcə. İndi qaldı bu iki bucaq. Bu iki bucağı necə tapa bilərik? Bu C, O, A ilə D, O, B. Bax 72, 38 ikisinin cəmi neçə eləyir? İkisinin cəmi 110. Bu ümumi açı bucağı görürsünüz burada uşaqlar. Ümumi açı bucaq. Açı bucaq neçə dərəcə olur? 180. Bu ikisinin cəmi 110-dursa burası neçə qalacaq?
70-dirsə, bunun qarşısı burada neçə olacaq? 70. Bəli, 70. Bizdən digər bucaqları tapın deyirdi. Digər bucaqlarda hər birini tapdıq. 6-cı variantda yenə tənlikdir. Özünüz yazarsınız. Tənlik qrup həll edək. Görüm necə yazırsınız. Başa düşdü amma bunu? Bunları da qeyd edin. Baxaq sonra növbət çıxalım. Şəklə əsasən x-in qiymətini tapın. Hə, indi birinci variant. Ağa necə yazarıq? Özünüz deyin. Görün necə fikirləşirsiniz. 6-cı tapşırığın birinci variantı. Bura 3x-dir, bura x-dir. Mən 4x idi, 180 də 4-ə böləcəyik. Ay sağ ol, bəli. Çünki bunlar bir-birinə qonşu bucaqlardır. Qonşu bucaqların cəmi deyirsən ki, 180 həmişə yazanda şola belə özünüz təkrarlayın qaydanı. Deyirsiniz ki, bu bucaqlar bir-birindən qonşu bucaqlardır. Və biz qaydaya əsasən bilirik ki, qonşu bucaqların cəmi 180 olmalıdır. Ona görə yazırıq 3x plus x bərabərdir 180. Buradan 4x bərabər olur 180-ə. X də bərabər olur 45-ə. X-i 45 tapdıq. Bizdən elə x-in qiymətini istəyirdi axı sualın şərtində. Ona görə əla qutardı. Bucaqları istəsəydi aparıb yerinə qoyub hər bir bucağı tapa bilərdik. İkinci variantı necə yazarıq Dəniz? İkinci variantda x üstəgəlsin 80 bərabərdir 5x çıxılsın. Bəli. Çünki onlar bir-birindən qarşılıqlı bucaqlardır və qarşılıqlı bucaqlar bir-birinə bərabər olmalıdır. Ona görə onlar bir-birinə bərabər götürür. İndi bu tənliyi həll eləyək. 4x bərabər olacaq bizə. Ay sağ ol. X də necə olur? Bərabər olacaq 25. Bəli, 25-ə. Bizdən x-i istəyirik, cavabımız olur elə 25. Üçüncü variant necə yazarıq? Mən burada x çıxılsın 4x, üstə gəlsin x. 4x hardadır? Mən burada. Burada 4x var. Bu x-dir. Bu da x çıxılsın 48-dir. Deyik ki, x-i tap. Necə yazarıq? Mən burada x çıxılsın 48, üstə gəlsin x. Bəli, x çıxılsın 48. Üstünə gəl x nədir bu? Yazdım. X üst çıxılsın 48, üstə gəl x. Sonra Sonra bunu nəyə bərabərləşdirməliyik? 180 müəllim. 2 saatdır deyir, qalıb gözləyir, mən yazım. Hə, indi həll elə bu tənliyi, gör necə həll edirsən. Mən 180-dən 48 çıxacaq eləyəcək. Ağa, izah elə bilərsən bu tənliyi həll eləmək qaydasını? Hə, buyur izah elə. Görə necə izah eləyirsən? Mən burada olacaq x ilə x-i toplayacaq. Eləcə 2 Ay sağ ol. Olur 2x çıxılsın 48. çıxılsın 48. Bərabərdir 180-ə. Bərabər olacaq 180. Bəli, əhsən. Sonra Və burada da 2x bərabərdir 180 üstə gəlirsin 48. ay sağ. Gördün ya, indi çıxmaq yox, toplamaq lazım imiş. 2x bərabər olur neçəyə? X də bərabər olacaq. Birinci 2x bərabər. X bərabər olacaq 28. 228 dərəcə. X də bərabərdir 114. 114 dərəcə. Dördüncü variantda bu qaydanı yazarsınız. Çox sadə sualdır. Qonşu bucaqlar da olar bir-birindən toplayıb 180-ə bərabər, sonra da tənliyi həll edirik belə. Tənlikdən x tapırıq ki, x bərabərdir 114 dərəcə. Dördüncü variantı özünüz yazarsınız. Qeyd edin bunları da. İndi bundan oyanan məsələlərdir. Məsələlərə görə necə olur? Necə cavab verirsiniz? Nihat hələ ki bir dənə suala məsələlərdir, 7-dən oyanan məsələlərdir. Gəlin bu məsələlərə baxaq. Görə necə həll olunacaq. Deməli, indi birincini özüm izah edirəm uşaqlar. Yazır ki, qonşu bucaqlardan biri
o birindən 36 dərəcə böyükdür. Bu bucaqların dərəcə ölçülərini tapın. Uşaqlar, məsələn, mən birinci və ikinci bucaq işarə eləyəcəm. Yəni, bizim əvvəlki qaydamıza əsasən yenə. Bucaqlardan birinə x desəm, deyir axı, biri o birindən 36 dərəcə böyükdür. O biri olacaq x üstünə gəl 36. Qonşu bucaqları işarə elədik. Biri x-dir, o biri də x plus 36. Sonra qaydanı yadıma salıram. Bilirəm ki, qonşu bucaqların cəmi 180 dərəcəyə bərabər olmalıdır. Bunları toplayıb bərabərləşdirəcəm 180-ə. Yazacağım x üstünə gəl. X plus 36 bərabər olmalıdır 180-ə. Əvvəlcə x-ləri toplasaq eləyir 2x plus 36 bərabərdir 180 dərəcəyə. Buradan 2x-imiz bərabər olur 180-ə 36 çıxanda 144 dərəcəyə. Və x-i tapmaq üçün 144-ü bölürəm ki, 72 olur. X-i tapdım 72. Deməli, mənim bucaqlarımdan biri 72 dərəcədir. O biri də bundan 36 dərəcə böyükdür dediyinə görə 73-ün üzərinə 36 gəndə 108 eləyir. Həqiqətən də bunların cəmi 180 eləyir və qonşu bucaqların qaydası ödənilir. Bu bucaqların dərəcə ölçülərini tapın, cavabımız 72 və 108. Uşaqlar, 9-cu siniflərin buraxılış imtahanlarına, hətta 11-lərin də bu tip suallar düşür. Bizə deyir ki, məsələn, kiçik bucağı tapın. Test toplusunda da hətta buna aid suallar var. Ona görə bunları yaxşı-yaxşı, yəni necə həll etmək qaydasını bilin. Səliqəli şəkildə yazırsınız, bu cür həll olunur. Bu da oldu bizim 7-ci tapşırıq. Qeyd edin bunda, sonra baxaq 8-ə. 8-i bizə Ağa izah eləyəcək. 9-u Dəniz, onu da Nihat. Uşaqlar, qeyd eləyəndə deyin silək. Baxaq indi 8-ə. 8-ci tapşırıqda yazıb ki, qonşu bucaqlardan biri o birindən 3 dəfə böyük olarsa bu bucaqların dərəcə ölçülərini tapın. Buyur Ağa. Və birinci də ədəd qeydlədi. Qonşu bucaqları 2 olduğunu görə. Və biri x olar, ikincisi 3x. Bəli, baxın uşaqlar, dəfə dediyinə görə 1x olsa o birisi 3x olacaq. Və bunların cəmi 180 dərəcədir. 4x və x üstü 3x bərabərdir 180 dərəcə. Və 4x bərabərdir 180. Və x-i də tapmaq üçün 180-yə böləcək 4-ə. X də bərabər olacaq 45. Bəli, x-i tapdıq 45 dərəcə. Bu bucaqların dərəcə ölçüsünü tapın deyirdi. Deməli, bizim birinci bucağımız neçə dərəcədir elə? 45 dərəcə olacaq. 45. İkinci bucağımız 135. Bəli, 135 dərəcə olacaq. Bu da bizim 8-ci tapşırıq. Sonra 9-a baxaq. 9-u birdən sən izah elə. Qonşu bucaqların nisbəti 11/7 kimidir. Bu bucaqların dərəcə ölçülərini tapın. Bu 11/7-ni mən k ilə işarə Ay sağ ol. Bəli, k mütəmsil. Bəli, birinci bucağı deyərəm 11k, ikincisi də olacaq 7k. Yenə bunlar qonşu bucaqlar olduğuna görə bunların cəmi neçə olmalıdır? 180-ə. Yazaram 11k, üzərinə gəl 7k, bərabər olmalıdır nəyə? 180 dərəcəyə. Sonra 18k bərabərdir 180 dərəcə və k da bərabərdir 10. k-nı tapdıq 10 dərəcə. Sonra gəl bucaqları tapaq. 11k olacaq 110 dərəcə. 7k da 70 dərəcə. Bəli, bucaqları tapın dedik. Cavabımız 110 və 70 dərəcədir. Bu da oldu 9 nömrəli tapşırıq. Bunları da qeyd edin, sonra baxaq ona. Silək buranı, baxaq ona. Yazıb ki, dərəcə ölçüləri birinci variantda 2/3 olan qonşu bucaqları tapın. Mən burada 2/3 olan müəllim k ilə işarə eləyəcəyik. Bəli, necə yazarıq? Mən 2k, 3k, Bəli, birinci bucağa deyərəm 2k, o biri də olacaq 3k. ikincisi. Sonra nə edərik? Sonra mən burada deyir ki, qonşu bucaqların dərəcə ölçülərini tapın. Mən qonşu bucaqlar bilir ki 180 dərəcədir. 2k, 3k bərabərdir 180 dərəcəyə. Necə yazarıq? Mən 180 dərəcə. Yəni, necə? 3k bərabərdir 180. Bunları toplayıb qonşu bucaqlar 180 dərəcə olmur. Qonşu bucaqların cəmi 180 dərəcə olur.
2k plus 3k bərabər olur 180-ə. Sonra Mən 5K 180 desəm, mən 180 5-ə bölürəm. k neçə olur? Mən K olur 30. 30 müəllim. 180-i 5-ə bəndə 30 eləyir. 66. 36 dərəcə. Sonra aparıb k-nın yerinə qoyaq, bucaqları tapaq. Neçə olur birinci bucağımız? Birinci bucağımız olur 72. 72 dərəcə. İkinci bucaq neçə dərəcə olur? 112. 112, hə? Uşaqlar 11-ci tapşırığı yazmağa ehtiyac var. Qonşu bucaqların dərəcə ölçüləri yenə yazıb 8-ə 5 bölü 2-də 1 kimidir. K mütənasib əmsal daxil edirsiniz. 8-ə 5K 2-də 1K. Toplayıb bərabərçisiz 180-i oradan k-nı tapıb sonra gətirib yerinə qoyub bucaqları tapırsınız. Buna yazdıq da yazmağa ehtiyac yoxdur məncə. 12-yə biz baxaq. Yazıb ki, qonşu bucaqlardan biri o birinin 3'də 2 hissəsini təşkil edir. Bu bucaqların dərəcə ölçülərini tapın. Ağa, buyur. Necə yazarıq, ağa? Ben birinci de x olur, ikincisi işte Aysel, düz deyirsən. Bax, əslində o düz olar, amma kəsri qoyalınmasın da. Birincisinə deyək 3K, 3K. İkincisi də bunun 3'də 2 hissəsi. Neçə edir 3K'nın 3'də 2 hissəsi? Aysel, görürsən, mən özüm belə dedim ki, qoy 3K özüm dedim ki, məxrəci 3'də axı. Qoy 3'də 2 hissəsini tapanda natural alınsın. İndi qonşu bucaqların bunların nə edərik? Cəmini 180 dərəcə götürərik. İndi yazarıq 3K. Bəli, üstə gəl 2K. Bundan da cəmi edəcək 5K bərabər 180. Bəli, 5K bərabər olur 180-ə. K neçə olur? Yəni K da bərabər olacaq 36. 36. K-nı 36 tapandan sonra aparıb yerinə qoyub ərəbləri tapaq, bucaqları tapaq. 3K neçə olur? 3K eləyəcək 108. 108, 2. 2K eləyəcək 70. Bəli, bucaqlarımız 108 və 72 dərəcədir. Yəni əslində sən dediyin kimi də olardı. X o bir də olardı 3'də 2x. Sadəcə o kəsri toplamaq biraz çətin olur axı. Məsələn, x-in üzərinə 3'də 2 gələndə eləyir 1,3'də 2x. Sonra onu düzgün olmayan kəsrə çevirib top bölmək falan vaxt aparır. Ona görə bu tip suallarda məxrəcə uyğun yazın. Məsələn, biri o birinin 4'də 3 hissəsi desədi, birinci deyin 4K, o biri də olsun 3K qoy. Və salama rahat olsun. Bu da oldu 12-ci tapşırıq. Bunu da qeyd edin, baxaq sonra. Uşaqlar 13-cü tapşırıqda yazıb ki, yenə bizə 3 dənə şəkil verilib və bu şəkillər arasından tapmalıyıq. Uşaqlar yazıb ki, ümumi M10 bucağı 90 dərəcədir. Baxın, M, O, N bucağı 90 dərəcədir. Və bu MON bucağının ortasından belə bir düz xətt çəkiblər. Birinci şəkilə baxın hələ. Belə bir şua çəkiblər. Və bu şua bunu 2 dənə bucağa ayırıb. Biri 3x çıxısını 26 yazıblar. Biri də x çıxısını 12 yazıblar. Ümumi bucağımız neçə dərəcədir uşaqlar bu ümumi bucaq? 90 deyildi. Deməli mən bunları toplayıb, buna yazıram birinci şəkil, 1 yazıram. Bu 2'dir. Bu da 3'dür. Baxın uşaqlar, bir də deyirəm, ümumi MON bucağının sualın şərtində mənə verir ki 90 dərəcədir. İndi bu o təpəsindən belə bir şua çəkiblər və bu şua bu bucağı 2 dənə hissəyə ayırıb. Birinə yazıblar 3x çıxısını 26, o birinə də yazıblar x çıxısını 12. Bu iki bucağın cəmi ümumi bucağa bərabər olmalıdır 90-a. Ona görə yazacağım ki, birincidə 3x çıxısını 26, üzərinə gəl x çıxısını 12, bərabər olmalıdır 90-a. Çünki ümumi bucağımız 90 dərəcədir. Buradan 3x üstə gəl x eləyir 4x. Mənfi 26, mənfi 12 olur, mənfi 38. Bərabər olmalıdır 90-a. Buradan 4x bərabər olur 90 plus 38, 128-ə. X də bərabər olur 32-yə. X-i 32 tapandan sonra bizdən bu bucaqları istəyir. Bax, MOK ilə KON-i istəyir. MOK-mız 3x çıxısını 26. Gətirin x-in yerinə 32 qoyun, 3 dəfə 32.
96, 96-dan 26 çıxanda olur 70. Bura 70-dirsə, burada olur 20 də. Və yaxud da x-in yerinə 32 qoyarıq. 32-dən 12 çıxanda 20. Cəmi 90 olmağından istifadə edib 90-a 70 çıxıb belə də cavabı tapmaq olur. İndi ikinci şəkli bizə ağa izah eləsin. Ya da bircə dəqiqə yuxarıdakını ağa izah elədi. Ağa Dəniz sən izah elə ikinci şəkli. Burada da MON 90 dərəcədir. MOK ilə KON-in cəmi 90 dərəcə olacaq. Yəni 3x üstə gəlsin 20. Bəli. Üstə gəlsin 2x üstə gəlsin 15 bərabərdir 90. Bərabərdir 90 olmalıdır, bəli. Sonra Burada üstə gəlsin 35 bərabərdir 90. 90, bəli. 5 bərabərdir 90-dan çıxacaq 35-i olacaq 55. 55. X-də neçə olur? X-də 11. X-i 11 tapandan sonra gəl apar yerinə qoyub bucaqlar tapaq. 3x plus 20 neçə olur x-in yerinə 11 qoyanda? 53. 53. O biri də tapmaq üçün x-in yerinə indi 2x plus 15-də 11 qoy. 37. Bəli, bu da olur 37 dərəcə. Bu da oldu bizim ikinci şəklin izahı. Üçüncü variantda uşaqlar yenə x-lə 4x çıxısını onu toplayıb bərabərləşdirirsiniz 90-a yenə. Çünki ümumi MON bucağı 90 dərəcədir. Və oradan da x-i tapıb sonra aparıb yerinə qoyub həm bizdən soruşulan MOK bucağını, yəni MOK-nı, həm də KON-i tapmaq olur. Başa düşdünüz uşaqlar bunda? İndi 14-cü tapşırığın birinci variantını Nihad izah eləsin. Şəklə əsasən yazıb ki, AOC və BOC-ni tapın. Bu birinci şəkildir, bu da ikinci şəkildir. Birinci şəklə biz baxaq. 14-cü tapşırığın birinci variantı. Nihad necə yazarıq? Lan burada olacaq x üstə gəl 12, 4x üstə gəl 18 bərabərdir 180. Necə bir də de? Lan x üstə gəl 12, Hə. üstə gəl 4x üstə 18. Neçə olmalıdır bu? 180. Bəli, 180. Gəl indi bu tənliyi həll eləyək. Lan bu da olacaq 5x üstə gəlinsin 30 bərabərdir 180. 180. Buradan 5x nəyə bərabər olur? Mən 5x ilə bərabərdir 36. 36 nədir? Elə bir dənə 5x-i tap. 180-dən birinci bu 30 çıx. Mən 5x 150-yə, 150 x neçə olur? mən x ilə bərabərdir 30-a. 30. X-i tapdıq uşaqlar biz 30. Baxın diqqətli olun. Görün bizdən nəyi istəyir? Bizdən bu bucaqları istəyir. Biri AOC-dır. Bax biri bu bucaqdır. Biri də bu biri isə COB. Gətirib birini x-in yerinə 30 qoyub tapmalıyıq onları. AOC neçə olur x-in yerinə 30 qoyanda? Mən 42, 42. O biri bucaq neçə olur? BOC. mən 138. Bəli, 138. Cavabımız 42 və 138. İkinci şəkildə də yenə uşaqlar bu ayrılan hissələr elə bir ki açıq bucaqdır da bu. 180 dərəcədir. Bunun ortasından belə bir şua çəkiblər və bu şua bunu iki dənə bucağa ayırıb. Bu bucaqların cəmi 180 olmalıdır. Bax 2 dənə şua çəkilibsə burada 3 dənə bucaq yanalar. Üçünü də toplayıb 180-ə bərabərləşdirəcəksiniz. Bunu da dedim. Birinci variantı qeyd edin, sonra biz baxaq. On 15-ci sualda yazıb ki, qonşu bucaqlardan birinin 6-da biri ilə digərinin 4-də birinin cəmi 38 dərəcədir. Bu bucaqların dərəcə ölçülərini tapın. Uşaqlar baxın, birinin 6-da birindən o birinin 4-də birinin. Birinə deyərəm 6x, qoy 6-da biri tam eləsin. O biri də olsun 4y. İkisindən də x demək olmaz ha. Baxın diqqətli olun. Birinə deyirəm 6x, o birinə də deyirəm 4y. İndir ki, birinin 6-da biri ilə 6x-in 6-da biri x eləmir. X ilə digərinin 4-də biri, yəni 4y-in 4-də biri də y elir. Bunların cəmidir 38 dərəcəyə bərabərdir. Yəni x plus y bərabərdir 38-dir. Digər tərəfdən uşaqlar qonşu bucaqların cəmi neçə dərəcə olmalıdır? 180. Ona görə yazacağım bu 6x plus 4y də bərabər olmalıdır 180-ə. Bizdən istəyir ki, bu bucaqları tapın.
Uşaqlar mən yuxarıdan əvəz etmə eləyəcəm. X-i tapsam x nəyə bərabər olur? 38 çıxılsın y-ə. 38 çıxılsın y-ə. Gətirib indi aşağıdakı tənlikdə, baxın 6x plus 4y bərabər 180-də x-in yerinə 38 çıxılsın y qoyacam. Olacaq 6 vurulsun mötərizə daxilində, bax x-in yerinə 38 çıx y qoyuram. 38 çıx y üstə gəl 4y bərabər olmalıdır 180-ə. Gəlin aşağıdakı tənliyi həll edək. 6-nı mötərizənin içərisindəkilərə vuranda olur 6 8 48, 8 4 yadda. 6 1 18, o da 4 olur 22. 228 çıxılsın 6y üstünə gəl 4y bərabər olmalıdır 180-ə. Buradan olur 228 mənfi 6-nın üzərinə 4 gəndə böyükdən kiçik çıxıb böyüyün işarəsini yazanda olur çıxılsın 2y bərabərdir 180-ə. 2y deməli 48 olmalıdır. Y-i də tapıram ki 24 imiş. Y-i tapdıq 24. Onların x-dən y-in cəmi 38 olmalı idi axı. Deməli x-imiz də 38-dən 24 çıxanda 14 olur. X-i də tapdım, y-i də tapdım. Məndən bu bucaqların dərəcə ölçüsünü istəyir. Yəni birinci bucaqdan ikinci bucaq. Birinci bucağım 6x idi. X-in yerinə 14 qoyanda 6 dəfə 14 olur 84. İkinci bucağımda 4y idi. Y-i də tapmışam 24. 4 dəfə 24 olur 96. Bucaqlarımız deməli 84 və 96 dərəcədir. Bu sual, yəni o birilənən digər biraz fərqli, həm də maraqlı idi. Qaydasını başa düşdünüz? Bucaqlardan birinin, qonşu bucaqlardan deyir ki, birinin altda biri ilə digərinin dörddə birinin cəmi 38-dir. Qonşu bucaqlardan birinə dedim 6x, o birinə dedim 4y. 6x-in altda biri eləyir x, 4y-in də dörddə biri eləyir y. Bunların cəmidir ki 38-dir. Ona görə yazmışam x plus y 38. Digər tərəfdən bilirəm ki, axı qonşu bucaqların cəmi 180 olur. Ona görə 6x plus 4y də 180 yazdım. Yuxarıdan x-i tapdım. X bərabər oldu. Toplanan cəmdə 38 çıxılsın y-ə. Gətirib aşağıda x-in yerinə 38 çıxılsın y qoydum və tənlik həll edib birinci y tapdım, sonra da x-i. Aparıb yuxarıda yerinə qoyub bucaqları tapdıq. Bucaqlarımızdan biri 84, o biri də oldu 96 dərəcə. 16-cı sualda yazıb ki, qonşu bucaqlardan kiçiyi bu bucaqların fərqindən 4 dəfə kiçikdir. Uşaqlar, kim bunun üçün tənlik qura bilər? Deyir ki, qonşu bucaqlardan kiçiyi bu bucaqların fərqindən 4 dəfə kiçikdir. Bu bucaqların dərəcə ölçüsü... X qeyd eləyə bilərik mən. Əvvəlcə uşaqlar, gəlin bucaqları işarələyək. Birinə deyirəm x, o biri neçə olacaq? Mən x vurulsun 4. Yox, bir dənə tələsmə hələ. Qonşu bucaqları hələ ki işarələyəm. Biri x olsa, o biri neçə olacaq? Ay sal, 180 çıxılsın x olmalıdır. Çünki qonşu bucaqların cəmi 180 dərəcə olur. Birini x demişəmsə, o biri olmalıdır 180 çıxılsın x. İndi deyir ki, bu qonşu bucaqlardan kiçiyi, tutaq ki, kiçiyi x olsun. Məsələn deyirəm, özümdən götürürəm. Böyüyü də 180 çıxılsın x-dir. İndi mənə deyir ki, bu qonşu bucaqlardan kiçiyi, yəni x bərabərdir. Bu bucaqların fərqindən 4 dəfə kiçikdir. Bu bucaqların fərqi. Aydın məsələdir ki, fərqi deyəndə çıxmaq lazımdır və mən böyükdən kiçik çıxaram. Yəni 180 çıxılsın x-dən çıxmalıyam bu x-i. 4 dəfə kiçikdir dediyinə görə dəfə deyəndə vurub bölmək lazımdır. Kiçik dediyinə görə 4-ə bölürük. Və buradan x bərabər olur, mötərizə daxil eləyir 180 çıxılsın 2x bölünsün 4-ə. Buradan 180 çıxılsın 2x bərabər olmalıdır. X-i vurmalıyam 4-ə. Bölünən bölən qismətdə olur 4x. Buradan 180 bərabər olur. Mənfi 2x-i sağa atanda olur müsbət 2x olur 6x. 6x 180 isə deməli x-imiz 30 dərəcədir. X-i 30 tapandan sonra aparıb yerinə qoyub bucaqları tapa bilərik. Deməli birinci bucağım, yəni kiçik bucağımız 30 dərəcədir. O biri də 150 dərəcədir. Həqiqətən də gəlin yoxlayaq. Görək kiçiyi bunların fərqindən 4 dəfə kiçikdir. Bunların fərqi neçə eləyir? 150-dən 30-un fərqi. 120 eləyir və kiçik bucaq 30. 120-dən 4 dəfə kiçikdir. Deməli düz tapmışıq. Baxın bir də deyirəm. Bucaqlardan birinə dedim x, o biri oldu 180 çıxılsın x. Nəyə görə? Çünki qonşu bucaqların cəmləri 180 dərəcə olmalıdır. Və mənə deyir ki, bu bucaqlardan kiçiyi, yəni məsələn tutaq ki, kiçiyini götürdüm x. Bunların fərqindən 4 dəfə kiçikdir. Ona görə yazdım x bərabərdir. Bunların fərqini tapdım. 180 çıxılsın x ilə x-in fərqi oldu 180 çıxılsın x çıxılsın x.
4 dəfə kiçik dediyinə görə böldüm 4-ə, bərabərləşdirdim x-ə. Tənliyi həll elədim, x-i tapdım 30. Sonra da bucaqlarımızı tapdıq ki, 30 və 150 dərəcəymiş. Bunu da qeyd edin. 17-də yazır ki, iki düz xəttin kəsilməsində alınan bucaqlarda üçünün cəmi 4-cü bucaqdan 276 dərəcə böyükdür. Kəsişmədə alınan bu bucaqları tapın. Hə. Necə yəni? 3 bucağın cəmi Əvvəlcə 2 dənə kəskin düz xətt çəkək. Düzdür? Əvvəlcə 2 dənə belə bir kəskin düz xətt çəkək. Bu olsun A düz xətti, bu da B düz xətti. Burada neçə dənə bucaq yaranırdı? 4 dənə. Bu birinci bucaq olsun. 4 dənə. Bu ikinci olsun. Bu üçüncü olsun. Bu da dördüncü olsun. İndi bizə deyir ki, bu iki düz xəttin kəsişməsindən alınan bucaqlardan üçünün cəmi dördüncüdən 276 dərəcə böyükdür. Dördüncü x olsa, məsələn dördüncü x olsa, bu digər üçünün cəmi neçə olmalıdır? Yəni bucaq 1 üstəgəl, bucaq 2 üstəgəl, bucaq 3. 276-dır. Deyir ki, bu bucaqlardan üçünün cəmi, yəni 1, 2, 3-ün cəmi dördüncüdən 276 dərəcə böyükdür. Dördüncüyə mən x yazmışam. İndi bu üçünün cəmi neçə olmalıdır? Və 276 üstəgəlsin. Bəli, x üstəgəl 276 dərəcə olur da. X üstəgəl 276 dərəcə. İndi uşaqlar, bu 4 bucağın 4-ünün də cəmi mənə neçə dərəcəni verər? Kim deyər? 4-ünün də cəmi. Neçə verməlidir mənə? Bu 1, 2, 3, 4-ün ümumi cəmi neçə dərəcəyə bərabər olmalıdır? 360. Ay sağ ol, 360. Çünki o çevrə olur. Tam çevrədir. Ona görə yazıram bucaq 1 üstəgəl, bucaq 2 üstəgəl, bucaq 3 üstəgəl, bucaq 4 bərabər olmalıdır 360-a. İndi mən bucaq 1 üstəgəl 360 dərəcə. Bəli. İndi bucaq 1 üstəgəl, bucaq 2 üstəgəl, bucaq 3-ə yuxarıda nə yazmışam? X plus 276 yazmamışıq bu üçünün cəminə. Gətirib aşağıda da bu üçünün cəmini yerinə yazaram x plus 276 və üstünə gəl 4-cü bucağı nə ilə işarə eləmişəm? X ilə. Üstə gəl x bərabər olmalıdır 360-a. Buradan olur ki, Belə olacaqdı. 2x üstəgəlsin 276 bərabər olacaq 360-a. Mən 2x də bərabər olacaq 360-a 276-nı çıxacaq. 2x bərabər olacaq 84-ə 84-ə. 2x də bərabər olur 42-yə. x-i tapdıq 42. Deməli bizim 4-cü bucaq 42 dərəcədir də. 4-cü bucaq 42 dərəcədir. Bura olur 42. Digər bucaqları tapın deyir. Bura 42-dirsə, Burada 4-cü bucaq. Və ikinci bucaq da 42 dərəcə olacaq çünki qarşılıqlı bucaqları. Bucaq bir neçə olur? Deməli 3-dən biri də tapmaq üçün 180-dən çıxacaq 42-ni 42-ni. olur 138. Bunlar da 138 dərəcə. 38. Bəli, kəsişmədən alınan bucaqları tapın deyir. Uşağa baxın, maraqlı sualdır. Bir də deyirəm, bu tip suallar da yuxarı siniflərdə sizə lazım olacaq. Ona görə bunları indidən qaydalarını bilin. 2 dənə kəsişən düz xətt çəkdik. Burada 4 dənə bucaq yarandı. Birinə dedim 1, 2, 3, 4. İndi ki bunların üçünün cəmi, ona görə nə deyirsə siz onları qeyd edin uşaqlar. Bucaq 1 üstəgəl, bucaq 2 üstəgəl, bucaq 3. Deyir ki 4-cü bucaqdan 276 dərəcə böyükdür. Mən 4-cü bucağı özümdən dedim x. Deməli bucaq 1 üstəgəl, bucaq 2 üstəgəl, bucaq 3 bu x-dən 276 dərəcə böyükdür. Ona görə yazmışam x üstəgəl 276. Daha sonra 4-ünün cəmi 360 olmalıdır. Çünki çevrədir, tam çevrə. Aşağıda yazmışam, baxın qabağına nöqtə qoyuram. Buradan danışıram. Bucaq 1 üstəgəl, bucaq 2 üstəgəl, bucaq 3 üstəgəl, bucaq 4 360 olmalıdır. Axı bucaq 1-dən 3-ə kimi cəmi yuxarıda işarə eləmişəm x plus 276 ilə. Ona görə aşağıda da yerinə qoydum x üstəgəl 276 üstəgəl 4-cü bucağı da x demişəm. Üstəgəl x bərabər olmalı 360-a. X-i tapdıq 42. X-i 42 tapandan sonra deməli bizim elə 4-cü bucağımız 42 imiş. Sonra digər bucaqları tapdıq ki 138 və 42 dərəcəyə bərabərdir. Qeyd edin bunda. 18-ci sualda yazıb ki, qonşu bucaqlardan birinin 4 misli, digərinin 11 mislinə bərabərdir. Bu bucaqların dərəcə ölçülərini tapın. Dəniz buyur izah elə.
qonşu bucaqlardan birinin 4 misli, digərinin 11 mislinə bərabər. Gəl əvvəlcə qonşu bucaqları işarə eləyək. Birisi x olacaq, mən digəri də 180 çıxılsın x. Ay sağ ol. İndi ki, birinin 4 misli, digərinin 11 mislinə bərabərdir. 180 çıxılsın x-i 4-ə vurarıq. Bəli. Eləyəcək. Bu 4-ə vurub bərabərləşdirməliyik nəyə? Digərinin 11 mislinə. Yəni x-in 11-ə hasili, 11x. Bunu həll eləyək. İndi 180 çıxılsın x-i 4-ə vurub açaq. 720 çıxılsın 4x bərabərdir 11x. Bərabərdir 11x-ə. Sonra Buradan da 720 bərabərdir 15x. bəli 720 bərabər olur 15x-ə. X-ə tapaq. X-də bərabər olar 48. Ay sağ ol. X-i tapdıq 48. Aparıb yerinə qoyub bucaqları tapaq. Birincisi olur elə 48 dərəcə. O bir də 180 çıxılsın 48 neçə olur? Bəli 132. Bu da olur 132 dərəcə. Başa düşür uşaqlar bunu. Bucaqlardan birinə dedik x, qonşu bucaqlar deyəndə mütləq belə işarə edin. O biri olur 180 çıxılsın x. Sonra bizə deyir ki, birinin 4 misli, digərinin 11 mislinə bərabərdir. Misli yəni vurmaq deməkdir. 180 çıxılsın x-i vurdum 4-ə, bərabərləşdirdim x-i vurdum 11-ə, yəni 11x-ə. Sonra buradan tənliyi həll elədik. 15x bərabər oldu 720-yə. X-ə tapdıq ki, 48 dərəcəymiş. X-i 48 tapandan sonra da bucaqlarımızı tapa bilirik artıq. Birincisi x ilə 48 olur. İkincisi də 180 çıxılsın x olur 132 dərəcə. Yazın bundan. 19. Yazıb ki, qonşu bucaqlardan kiçik bucağın 2 misli ilə böyük bucağın cəmi 226-dır. Bu bucaqların dərəcə ölçüsünü tapın. Hə, buyur. Mən burada qonşu bucaqlar böyük. Mən burada birinci, ikinci, mən birinci x-sə, Bəli. o birisi də mən Nə olur? 180 çıxılsın x. 180 çıxılsın x. Sonra sualın ikinci hissəsini oxu. Kiçik bucaq. Kiçik bucağı götürək məsələn Sonra x. Birinci bucaq kiçik olsun, ikinci bucağı da böyük bucaq götürək. Sonra bizə nə deyir? Sonra mən deyir ki, bunların cəmi 2 misli ilə böyük bucağın cəmi 226-dır. Yəni necə yazarıq? Kiçik bucağın 2 misli ilə böyük bucağın cəmi 226-dır. Necə yazarıq? Mən 2 vurulsun x, Bəli, 2 vurulsun x. üstə gəlirsə 180 çıxılsın x bərabərdir 226. 226-ya. Bu tənliyi həll eləyək. Olur 2x üstünə gəl 180 çıxılsın x. Bərabər 226-ya. Nə olur? Bəli. Burada da mən 226-dan 180 çıxarım. Birinci x-ləri sadələşdir. Gör nə olur? 3x 3x olur. Bu 2x çıx x-dir. Necə 3x olar ki bu? x Olur x üstünə gəl 180 bərabər 220. Biri x olsa o biri nə olacaq? Y niyə edirsən? 180 çıxılsın x dedi elə. Sonra nə olacaq? Yazır ki, böyük bucaqda ki, kiçik bucağı götürək x. Böyük bucağı da götürək 180 çıxılsın x. İndi nə deyir? Böyük bucağının 4 misli ilə kiçik bucağı 2 misli
cəmi 424 dərəcədir. Bəli. Necə yazarıq? Mən yazacaq ki, mən Nə yazarıq? burada 4 vurulsun, mötərizə içində 180 çıxılsın, x üstə gəlinsin. Üstə gəlinsin. 2x. 2x bərabər olmalıdır nəyə? 400 Verib də burada 424-dür. Elə bil özün hesablayırsan. 424 verib də bizə. Daha sonra indi bunu vurub açaq. 4'üm buna baxsın burada mən 720 çıxılsın 4x üstə gəlinsin 2x. bərabər olmalıdır 424-də. Buradan olur 720 mənfi 4x o da 2x neçə eləyir? Çıxılsın 2x. X bərabər olmalıdır 424-də. 424'də. Buradan 2x nəyə bərabər olur? 720-dən çıxırıq. 720. Hə, 2x bərabər olacaq. 720-dən çıxırıq 424. Çıxılsın 420. Bəli, 720 çıxılsın 424-də. Buradan 2x nəyə bərabər olur? 2x bərabər olacaq. 286. 296 Bəli, mən olar. 86. 296. X-ə neçə olur buradan? Mən 296. X də bərabər olacaq. 148. Deməli 148. X-i tapdıq 148. Deməli bizim bu bucağımız x 148 dərəcə olur. 180 çıxılsın 48. Bu da olur 32 dərəcə. Başa düşdünüz? Bucaqları tapın deyirik 48 və 132. Daha doğrusu 32 və 148.